Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu günləri nəhayət ki, məhsulumuzu zayi eləyən həmin o təqsirkar quş növünü təyin edə bildim. Bu quş növü, yəni bu biraz qəribə səslənir, amma bu həqiqətdir. Çünki bundan qabaq nə vaxt bağa gedirdim, kütləvi şəkildə quşlar tərəfindən yeyilmiş məhsulu görürdüm. Amma nə vaxt yeyilib, hansı quşlar tərəfindən yeyilib, bunu təyin edə bilmirdim. Və bu günləri nəhayət ki, həmin quşları kütləvi şəkildə bağımızda gördüm. Hətta video çəkilişlər də var. Bu quş növü el arasında müxtəlif adlarla tanınan, lakin rəsmi adı zığzığ olan şəkildə gördüyünüz quş növüdür. Və bizim kanalımızı ilk dəfə izləyənlərə isə bildirim ki, yəni bizim zonada, bizim bölgədə yaşayan bağbanların əsas əziyyət çəkdiyi problemlərdən biri də tez yetişən gilas sortlarının kütləvi şəkildə quşlar tərəfindən məhv olunmasıdır. Tamam, 10%, 20% məhsulun zayi olması olsaydı heç kim bəlkə bunu problem kimi görməzdi. Lakin quşlar tərəfindən məhsulun hətta 70-80% məhv olunur. Bu isə illərlə əziyyət çəkmiş, pul qoymuş bağbanların, zəhmətkeşlərin əziyyətlərinin heçə getməsinə bərabərdir. Ona görə də bu çox böyük problemdir. Və bu quş növünün olmasının da mənfi cəhəti odur ki, bu quş növü bizim bölgəmizdə olan ən sırtıq, belə ən üzlü quş növlərindən biridir. Yəni buradan qovursan ora qonur, oradan qovursan 5 metr o biri ağaca qonur. Yəni digər quşlar qarğa, sərçə, qaratı yox. Onlar insanın əl-qol hərəkətlərindən, ümumiyyətlə insanı uzaqdan görəndə qaçırlar. Bu quş növlərindən biraz mübarizə aparmaq çətin olacaq. Lakin bütün bu çətinliklərə baxmayaraq mən bütün metodları bir eksperimentdən keçirərək sizə hansı metodun daha effektiv olduğunu videolarımda paylaşacağım. Və inanıram ki, faydalı olacaq. Və tezliklə yeni videolarımı gözləyin. Abunə olmağı unutmayın, paylaşmağı unutmayın. Və kanalda daha bir-birindən gözəl videolar olacaq.